Dostlar, hoş gördük hər birinizi. Dostlar, 17 gün əvvəl inkubator düzəltmişdim Temudan sifariş elədiyim aparatlarla, bir də adi qardonla, qardon qarafoqla. İndi bu axşam 17-ci gün idi. Muhtaları düzmüşdüm həmən gün inkubatorun içinə. 30 dənə muhta düzmüşdüm. Onun 20'si Brahma muhtasıdır. Onu da özümüzün qapı toyuqlarının muhtasıdır. Qapı toyuqlarından da gene ikisi Ligorin toyuqlarımız var idi. 3-4 dənə. Onların muhtasından da 2 dənəsi. Amma o Ligorin də gene özümüzün qapı xoruzundan mayalanıb da qarışıqdır. Görək indi bugün 17-ci gündür. 4 günü qalıb. Bayaq yoxladım muhtaları. Sizin də onlara baxın görək nə tərdir. İndi bir açaq baxaq görək muhtalarımızı. Vəziyyəti nə yerdədir. Burada qara nöqtə var. Muhtanın da yağısı qaralıb. Amma bunun qara nöqtəsi heç hərəkət eləmir. Obisinə baxaq görək. Bunda da qaralma var. Qara nöqtə də var ortada. Ancaq burada qara nöqtə var parmağımın ucunda. Muhtanın yarısı da kölgölüdür. Bunun kölgəyi daha çoxdur bax. Bunda kölgəyi azdır. Tünd kölgəyi var burada. Bunda kamerada görünür mü bilmiyorum bu. Muhtanın bu ucunda damarlanmalar da var.
Hamısında kölgələnmə var. Bir göstereyim. Bakın kölgələnməyi. Bu təmiz qaralıb. Nəsə bu mənə maraqlı gəldi. Təmiz qaralıb. Bu da qaralıb təmiz. Az bir şey burada işıq yeri var. Təmiz qaralmışdı. Gene baxıram bunu. Arxa tərəfində azca işıq yeri var. Hava yeri bilinir. Bu bəyəkçidir. Bu da demək olar ki, təmiz qaralıb. Arkada işıq yeri var. Bu da qaralıb. İşıq yeri var, arkada hava yeri. Mutfağın özünün havasıdır. Bunun yarıdan çoxu qaralıb. Dostlar, böyləcə nöqtələrimizi yoxladıq. Hamısı demək olar ki, eynidir də. Hamısında qaralma var. Kölgələnmə deyirik də. Qaralma bir yanı nöqtanın qara olur, kölgəli görünür işıqda. Bir yanda işıqlıdır. Bəziləri 2-3 var içində tamamen qaralmışdılar. Sadəcə nöqtanın içindəki hava boşluğu qalmışdı. Nöqtələri də nətər yoxladıq dostlar? Telefonun ışığından istifadə elədik də, yəni adi telefon ışığıdır. Arxasına da belə bir adi bir kağız düzəltmişəm. Dəftər var, üz qavıqdır, nədirsə elə bir şeydir və belə yumru kağız düzəltdim. Telefon ışığının üstünə qoyuram onu. Mutluyu da bunun üstünə qoyuram. Amma qaranlıqda da, tam qaranlıq olmalıdır ki, telefon ışığı bu kağızın içindən mutluya düşəndə mutlanın içini işıqlandırır. Onda kölgələnmə nə qədərdir, nə qədər yer işıqlanır, içində damarlanma varmı, onları görə bilirik. Belə dostlar, salamat qalın, gələn videoda görüşərik. Yəqin ki, inşallah gələn videomuz cücələrin çıxımı olar.